Türk Dünyası həftəsinin əsas tədbiri Heydər Əliyev mərkəzində 1-ci Türkoloji Qurultay 100 ilin elmi və mədəni irsi mövzusunda keçirilən Beynəlxalq Konqresin rəsmi açılış mərasimi oldu. Tədbirdə ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 100-dən çox türkoloq, eləcə də Türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edirdi. Açılış mərasimində Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk Dünyası həftəsinin iştirakçılarına müraciəti səsləndirildi. 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bugün reallaşması məmnunluq doğurur. Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində 1-ci Türkoloji Qurultayın vaxtı ilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış, əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik. Əlbəttə ki, bu qurultay çox böyük bir əhəmiyyət daşıyır. Türk dünyasının birliyi üçün, Türk dünyasının vəhdəti və gələcəyi naminə ədəbi əlaqələrin inkişafı, bədəni əlaqələrin inkişafı naminə bugün böyük addımlar atılır. Heç şübhə etmirəm ki, bu bir həftə ərzində müxtəlif ölkələrdən gələn türk soylu qardaşlarımız və bacılarımız bir-biri ilə ünsiyyətdə olacaq, Türk dünyasının mədəniyyətinin inkişafı ilə bağlı öz dəyərli fikirləri ilə bölüşəcək. Bugün Elmlər Akademiyasında davam edən həmin elmi müzakirələrdə də istəyir ədəbiyyat, istəyir Azərbaycan dili və digər türk dillərinə aid olan məsələlər və ortaq terminologiya məsələləri və bütövlükdə ortaq türk dəyərləri ilə bağlı olan fikirlər və yeni ideyalar səsləndiriləcəkdir. Türkiye xalqlarını aynen bana şu Düşünürəm ki, Türk birliyi 100 il əvvəl də vacib idi. Bugün isə daha da böyük əhəmiyyət daşıyır. Çünki müasir beynəlxalq vəziyyət olduqca mürəkkəb və təhlükəlidir. Belə bir dövrdə həm özümüzü qorumaq, həm də gələcəyimizi təmin etmək üçün Türk xalqları birlikdə olmalı, bir-birinə dəstək verməlidir. 100-cü yıl dönümünə həmən-həmən hər ülkədən, hər millətdən en az 10-15 kişi gəlməkdədir. Ve Türkoloji alanında büyük çalışmalara imza atılmaktadır. Bu da şunu gösteriyor ki başkanlarımız, cumhurbaşkanlarımız hem bu alanın gelişmesine hem ortak dil konusunda büyük çalışmalara destek vermeleri hem de bizim zaten bölüştürecek bir şeyimiz yok. Birleştiren unsurlarımız çok fazla. Ölkəmizdə türk mədəniyyəti ilə bağlı tarixi abidələr, mənəvi irs, adət, ənənələr mövcuddur. Buna görə də hesab edirəm ki, bu tədbir Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığımızı genişləndirmək, ortaq layihələr üzərində düşünmək, türk mədəniyyətini daha dərindən araşdırmaq və yeni elmi faktları üzə çıxarmaq üçün çox yaxşı fürsətdir. 21-ci əsrdə biz Türk dünyasının inşasından, yəni ki, bu həm ədəbiyyatı əhatə edir, həm dili əhatə edir, həm mədəniyyəti əhatə edir. Bu baxımdan bura toplanan alimlərin səfərbər olub bir nöqtəyə vurması və əsaslı şəkildə bu Türkoloji Qurultayın 100 illiyinə istinadən elmi əsaslarla da isbatına nail olmalıdır. 1926'daki bu miras 100 yıl sonra, 100 yıl ərzində bugün Türk Devletleri Teşkilatı'nın kültürel bütünleşmesini, siyasi bütünleşmesini, enerji bağlamında bütünleşmesini, askeri bütünleşmesini ve siyasi bütünleşmesini kolaylaştıran büyük bir medeniyet mirası, büyük bir düşünce mirasını geride bırakmış oldu. O bakımdan bugün Bakü'de olmak önemli. Biz bilirik ki Bakü Türk dünyasının kalbidir. Я думаю, как раз вот столетие
Тюркского Курултая, который... Düşünürəm ki, 1926-cı ildə keçirilmiş birinci Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə bu çox əlamətdar hadisədir. Maraqlıdır ki, 100 il əvvəl müzakirə olunan bir çox məsələlər bu gün də aktuallığını qoruyur. Onların yenidən Bakıda, həmin tarixi məkanda müzakirə olunması bu tədbirə xüsusi məna verir. Bu, həmin ənənənin artıq yeni mərhələdə davam etdirildiyini göstərir. Türk Dünyası həftəsinin növbəti əsas tədbiri isə İsmailiyyə binasında baş tutdu. Tədbirdə ortaq tarix, dil və mədəni irsin qorunması məsələləri müzakirə olundu. Türkoloji Qurultaya 100 il sonra yenidən Bakının ev sahibliyi etməsi böyük tarixi hadisə kimi dəyərləndirildi. Məhz bu binada 1926-cı ildə birinci Türkoloji Qurultay keçirilərək Türk dünyasının elmi və mədəni inteqrasiyasında yeni mərhələnin əsası qoyulmuşdu. Bu baxımdan tədbirin 100 il sonra eyni məkanda keçirilməsi tarixə və ortaq yaddaşa verilən xüsusi dəyərin rəmzi kimi qiymətləndirildi. Pərviz Mustafayev, Bağır Kərimov, xüsusi olaraq həftə üçün.